Nəzarətçi işi var yoldaşlar. Nəzarətçi işindən bəhs etmək istəyirəm. Rəqəmsal tibbi həllər şirkətindədir. Belə deyim, ünvanındadır bu. Bu deməli dövlət qurumu olmalıdır. Deməli bu yoldaşlar 800.000 manatlıq bir işdir. 25-50 yaşlı şəxslər üçündür. Müşahidə və təhlil etmə qabiliyyətiniz olmalıdır. Səliqə və məsuliyyətli iş yanaşmanız olmalıdır. Belə bir işdir. Xətai rayonunda yerləşir ofislər yoldaşlar. Həftə içi 5 günlükdür, 8-dən 7-yə kimidir yoldaşlar. Belə bir işdir. Bu tam olaraq mühafizə işi də deyil yoldaşlar. Ofis və inzibati binalarda təmizlik, təhlükəsizlik, texniki vəziyyət və ümumi səliqə ilə bağlı gündəlik nəzarəti təmin edirsiniz. Buna əlavə ofis avadanlıqlarının fasiləsiz və düzgün işlənməsinə nəzarət etmək, nasazlıq yarandığı halda texniki şöbəni dərhal məlumatlandırmaq vəzifə öhdəliyi də sizin üzərinizdə durur. Həmçinin şirkətin balansında olan avtomobillərin texniki baxışına, yanacaq sərfiyyatına, təmirinə və təmizliyinə nəzarət etmək, hər bir istifadə ilə bağlı dəqiq qeydiyyat aparmaq da sizin vəzifə öhdəlikləriniz arasındadır. Bu tipli bir işdir yoldaşlar. Bu işə də müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmanızda səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, Toğrul Hacıbalı kanalı. Kanala daxil oldukdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.